Xoşqədəm Hidayət qızı, Zaur Kəmal, Zaur Baxşəliyev, Lalə Azərtaş, Zaur Nəboğlu efirləri dayandırıldı və bu xəbəri yayan xəbər səhifələri. Əslində bu verilişlərin elə imicinə ləkə gətirənlər də sizlər idiniz. Heç mi bu verilişlərin yaxşı tərəfi yox idi? Təbii ki, var idi. Elə Xoşqədəm xanımın uşaq evində baş verən acınacaqlıq halları efirə daşıyaraq onlara köməyi, ölkə xaricində illərlə üstü örtülü qalan cinayətlərin üstünü açması. Yəni hər birinin, istər Zaur Kəmalın zövqlü verilişləri, Zaur Nəboğlunun, elə Zaur Baxşəliyevin, elə Lalə Azərtaşın hər zaman olub. Sadəcə biz onların adrenalin yüksəldiyi, emosiyalara qapanıb gic-gic danışıqları gülmək obyektinə çevirib paylaşdıqca onların imicinə ləkə gətirdik. Bu günlərdə bağlandılar. Bağlanma çözüm deyil. Mən heç vaxt bir verilişin bağlanmasının tərəfdarı olmamışam. Düzəlməyinin tərəfdarı olmuşam. Düzəlməsi üçün də öncə izləyici düzəlməlidir. Son bağlanmadan öncə bir həftə verilişlər çox gözəl formata dönüşdü. Amma biz baxmadıq. Və bu sosial şəbəkələr paylaşmadı. Zövqlü qonaqlar çağırılanda, zövqlü musiqiləri insanlara təqdim edəndə siz paylaşmadınız. Bugün %80% insanlar televiziyaya baxmır. Sosial şəbəkədə siz nə paylaşarsınız, biz onu görürük. Və ona baxaraq o verilişlərə rəy bildiririk. Onların yaxşı tərəfini qoyub, pis tərəfini paylaşdınız və onları pislədiniz. Bizə pis təqdim etdiniz. Yaxşı tərəfləri də var idi, bunu danmayaq. Ona görə verilişlərin dayanması biz düzəlməliyik, biz. Düzəlmişdi də, son bir həftə verilişlər düzəlmişdi. Niyə bu günlərin bağlanma xəbərini verənlər bir həftə gözəl formatda olan verilişləri paylaşıb bizim gözümüzə soxmadınız, loru dildə desək? Çünki dava yox idi. Demək ki, biz davanı görmək istəyirik. Biz davanı paylaşmaq istəyirik. Biz bazarı görmək istəyirik. Bazarı paylaşmaq istəyirik. Bazarı müzakirə etmək istəyirik. Və bu günlərin bağlanıb, sanki biz sevinirik. Əslində biz üzülürük. Danışacaq, baxacaq yerimiz qalmadığına görə. Ona görə biraz haqqaniyyətli olaq. Biz baxırdıq, onlar da görsədirdi. Biz baxdıqca onlar görsədirdi. Baxmasaydıq, heç bağlanmağa ehtiyac yox idi. Onlar sadəcə düzələcəkdi. Çünki televiziya biz nəyi istəyirik, onu da bizə təqdim edir. Bizim də istəyimizi, bax, bu sosial şəbəkə pozdu. Pisi paylaşdıqca pisə öyrəşdik. Son bir həftə bağlanmadan öncə efirlər yaxşı idi. Yaxşını bizə niyə göstərmədiniz ki, biz də yaxşılaşaq? Ona görə də imiclərini zədələyən xəbər səhifələri bu günlərin müjdəsini verirsiniz.